elə parıldayır ki, elə bil bizə göz vurur. Hoppa, bəlkə də o bizə deyir ki, gecəniz xeyrə qalsın. Üç dost məhəlləsi bu axşam çox sakitdir. Sanki hər kəs yatıb. Aa, səs, Nə söz? bu səsi deyirəm. Qulaq as, Mənə çox, nə sənə? mənə çox tanış gəlir. Elə mənə də. Elə bil Miki gəlir. Aa, Miki. Miki! Salam dostlar. Doğrudan da sən gəlmisən. Miki, ıppı deyəsən hələ də səni gördüyünə inana bilmir. Bəs niyə gec gəldin? Oy, sizi hoş gördük dostlar. Üç dost mahallesinin akşamları bir başka olur. Ay düzdü biraz geciktim. Çünkü gündüz çok işlerim var idi. Aa, Ördek papağını itirmişti. Biz de onu denizde aktarırdık. Bak böyle aktarırdık. Tapa bildiniz? Taptık. Ama papağı ördek giyinmeyecek. Denizdeki balıklar giyinecek. mən elə bilirdim. Ancaq cizgi filmlərində gülməli hadisələr olur. Bəs ördək o papaqsız qalacaq. He, ördeğe biraz məyus oldu. Ama düşünürəm ki sarı ördek için bir papak fikirləşmək olar. Bəlkə nənəyə deyək, onun üçün papaq toxusun, hə Miki? Nə deyirsən? Bence nənəni narahat eləməyək. Yox, nənə buna çox sevinər. Biz deyərik, sən narahat olma. Oy, sarı ördek bunu eşidib çox sevinəcək. Mən gedim nənəyə deyim, gəlirəm. Miki, sən də Ippo ilə birlikdə dostlarımızın yanında qalın, gəlirəm. Yox, getmə Ququ. İndi nağıl vaxtıdır axı. Dostlar nağıl dinləmək üçün toplaşıblar. Düz deyirsən, dostları gözlətmək olmaz. Həmişə vaxtında görüşdə olmaq lazımdır. Bəli. Ippo, dostlarla sağollaşandan sonra birlikdə gedərik. Hə, gedərik. Miki, sən də gələrsən. Əgər siz istəsəz gələrəm. Əla. Bəs bizə günün nağılını kim danışacaq? Bəlkə Mikidən xahiş eləyək. O ən gözəl nağılları bilir. Bilirəm, əgər danışmağımı istəyirsinizsə, böyük məmnuniyyətlə danışaram, həm də böyük sevgi ilə danışaram. Çox sağ ol. Biz hazırıq. Sən başla. Diqqətlə məni dinləyin. Aha. Biri var idi, biri yox idi. Babu adlı bir ayı balası var idi. Ayı balası bir gün çox darıxır və qərarı alır, getsin ilanın yanına. İlana deyir, mən çox darıxıram. İlan isə ona əhəmiyyət vermir. Quyruğunu fırladır və üzünü başqa səmtə çevirir. Sanki ayı balasını görmür. Babu ilanın ətrafında dövrə vurur və onunla qarşı-qarşıya durur. Axı mən səninlə söhbət etmək istəyirəm. Mənimlə niyə danışmırsan? İlan ona cavab verir. Sənin salamın hanı? Salam evdə qaldı. Get götür. Ayı balası salamın dalınca getməyə başlayır. Meşədə o Məslanla qarşılaşır. Salam babu, necəsən? Salam? Hanı salam? O buradadır. Harda? Bax elə burada. Dovşan tullanaraq gəlir. Dostlar, salam. O da dedi salam. Kirpi yarpaqların üstündən yavaş-yavaş gəlir. Hamını salamlayıram. Bu zaman tutuquşu deyir. Günaydın. Babu onlara diqqətlə baxır. Mən salam üçün evə gedirdim. Salam üçün heç yerə getmək lazım deyil. Bizim salam verməyimiz şərtdir. Salam vermək, xoş gördün, günaydın, salamlar demək, qarşındakı dostunun əhvalını yüksəldirsən. Sən ona hörmət əlaməti olaraq salam deyirsən. Mən indi anladım. İlan niyə məni evə göndərdi? Mən indi gedib ilana salam verəcəm. Öndə balaca ayı balası Babu, üstəlik də arxasınca Məstan, Dovşan, Tutuquşu və Kirpi ilanın yanına gəldilər. Dostlar birlikdə salamlaşdılar.
Her birinin ayrı-ayrılıqda əhvalı çox yüksək oldu. Miki, onda salam da sehirli sözdür. Bəli, Qoqo, sinif otağına və yaxud hər hansısa bir məkana girirsənsə, salamlaşmaq mütləqdir. Mən hər zaman dostlarımla salamlaşıram. Bu çox əladır, bu. İndi isə dostlarla birlikdə cizgi filmi izləməyə nə deyirsən, Miki? Çoxdandır cizgi filmi izləmirəm. Bəlkə uşaqlıq dostlarımı da görmüş oldum. İzləyək. İzləyək. İzləyək.
Dostlar, mən sizə də, dostlarımıza da təşəkkür edirəm. Amma indi getməliyəm. Sizə söz verirəm. Gələn dəfə özüm sizi cizgi filmi səyahətinə aparacağım. Bugün isə siz məni uşaqlıq dostlarımla görüşdürdünüz. Doğrudan? Bəli, bu. Aa, deyəsən telefon zəng çalır. Görüm kimdir. Bir dəqiqə gözləyim ki. Yaxşı gözləyirəm. Bəlkə şıqqıdır. Bir dəqiqə. Bəlkə Qufidir. Alo. Aa, nənə. Yaxşıyam, sağ ol. Hə, yaxşı, indi deyərəm. Yaxşı, yaxşı. Yaxşı, quyudan bir vedrə su da götürərəm. Hə, vedrəni sən özün doldurmuşsun suyla. Yaxşı, vedrəni götürüb gələrəm. Hələlik. Yaxşı. Nənə idi? Hə, nənəydi. Nə deyirdi? Nə deyirdi? Nənə dedi ki, sizi izləyirdim. Ördəyin papağın itməyindən xəbərim var. Ördək üçün papaq toxuyub. Deyir ki, veriliş bitəndən sonra gəlib götürərsiniz birlikdə. Bir də dedi ki, quyunun yanında bir dolu vedrə su qoymuşam. O de, vedrə doludur suyla. Mən sizə kömək eləyərəm. Dedi ki, gələndə onu özünüzdən gətirərsiniz. Əla. O zaman dostlarla sağollaşaq. Sağollaşaq. Sağ olun dostlar. Yenə görüşərik 3 dost məhəlləsində. Salamat qalın dostlar. Məktublarınızı gözləyəcəyik. Hələlik. Hələlik. Gedək nənə bizi gözləyir.